Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində xüsusilə küllü miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Narkotik vasitə Cənub Astara Gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya təzə qarpız yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb. Stasionar rentgen qurğusunda aparılan baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilən 92 ədəd paletdə gömrük nəzarətindən gizlədilən qablaşdırmaları ilə birlikdə təqribi çəkisi 61 kiloqram olan xüsusilə küllü miqdarda narkotik vasitə marihuana aşkar edilib. Faktla bağlı araşdırma aparılır.